ölüm xəbəri çıxır ki, o sən demə Elbəy Kərimli özünə qəsd edibdir, intihar edibdir və onun saxlandığı həbsxananın 2 saylı cəza çəkmə müəssisəsinin sankastında asılmış vəziyyətdə tapıldığını deyirlər. Gizlicə aparıb onu dəfn eləyiblər. 14 dekabrda heç kəsə dəfn olunduğu yeri açıqlamayıblar. Elbəy Kərimli 2 il bundan əvvəl 2023-cü ilin avqustunda Heydər Əliyev heykəlinin üzərində Stalin ifadəsini və başqa ifadələri yazdığına görə şərlənərək həbsə atılıb. Və bu saxlamadan sonra gənc çox böyük işgəncəyə məruz qalıb 22-ci polis bölməsində. O qədər döyüblər ki, gənc məcbur olubdur narkotik saxlama və satışı saxta ittihamını üzərinə götürsün. Ona təklif ediblər ki, ya üzərinə silah qoyacaq, ya narkotik, ya da vətənə xəyanətlə telefon və hansısa hərbi obyektləri yazaraq səni şərləyəcək. 2 ay həmin şəxsdən heç bir xəbər olmadı. Və ən önəmli məsələ 12 dekabr 2025-ci il tarixində Heydər Əliyevin rəsmi elan olunmuş ölüm tarixində həmin şəxsin də